Biz bunun testlərini işləmişik. Bir də belə yazılı olaraq göndərirəm ki, yazasınız dəftərinizə, əzbərləyəsiniz. This bu deməkdir. This bu. Tək isimlərlə işlənir. Yəni isim həmişə tək olmalıdır. Məsələn, this book bu kitab. This pen bu qələm. Yaxında olan bir əşyanı, təkdə olan bir əşyanı göstərmək üçün istifadə edirik. Bir də uzun forması var. These bunlar. Cəmdə olan isimlər demək üçün istifadə edirik. Məsəl üçün, these books, bu kitablar, these pens, bu qələmlər, these friends, bu dostlar. Görürsüz, ismi cəmdə veririk. Deməli, these bu təkdə, these bunlar cəmdə. Sonra, that o deməkdir. Təkdə olanda işte, məsələn, that boy, o oğlan. That picture, o şəkil. Təkdə olan isimlərlə işlənilir. Bir də var those, onlar. Cəm isimlərlə işlədəcəyik. Əgər biz onlar deyiriksə, əlbəttə ki, ismi cəmləməliyik. Those boys, o oğlanlar. Those friends, o dostlar. Those pens, o qələmlər. Deməli, uzaqda olan isimləri göstərmək üçün istifadə olunacaq. Deməli, yaxında olan ismi these bu. These bunlar, uzaqda olan ismi göstərmək üçün that o, those onlardan istifadə edirik. Bu işarə əvəzliyidir uşaqlar. Sonra have var deməkdir. He-də, she-də, it-də isə has olur. Məsələn, I have many friends. Mənim çoxlu dostum var. Have dedim. Bir dənə he, she, it olanda has deyəcək. He has many friends. Onun çoxlu dostlar var. Biz yadınızdadır, qaydalarda deyirdik, üçüncü şəxs təkində fe'lin sonuna s artırılır. Bax, bu həmən qaydadır ki, have də üçüncü şəxs təkində has-ə çevrilir. Sualda do'dan, does'dan istifadə edirik have ilə. Do you have? He'yə sual verəndə does he have? Bəs ay müəllim, burada has idi. Niyə he have dediniz? Çünki has s'ini göndərdi does'a. 2 s bir arada olmaz. Ona görə does he have dedik. Bir də deyirəm, he'yə, she'yə, itə sual verərkən does'dan istifadə edirik. Have də avtomatik olaraq öz formasına qayıdıb olur have. Biz heç vaxt does he has deyə bilmərik. Çünki 2 s bir arada olmaz. Uşaqlar, bir də var have got. Mən indi sizə have dedim. Have, I have a friend. Mənim dostum var. Bir də var have got. Bu da var deməkdir. I have got a friend. Mənim dostum var. Eyni şeydir. Sadəcə birində have təkcə işlənilir. Digərində have got ilə işlənilir. Deməli uşaqlar, fərqləri nədir? Bax, bunu çox dəqiq öyrənməyinizi xahiş edirəm. Fərqləri nədir? Have-ə sual verərkən do'dan, does'dan istifadə edirik. Amma have got-a sual verərkən have cümlənin əvvəlinə keçəcək. Heç bir do'ya, does'a ehtiyac yoxdur. İndi have got var deməkdir. Sual inkarı özü ilə düzəlir. Məsələn, I have got many friends. Mənim çoxlu dostum var. İndi bunu sualda deyirik. Have you got many friends? İnkarda deyirik, I have not got many friends. Bunu əzbərləyirik. Deyəcəm sizə, have ilə have got-un fərqi nədir? Deyəcəksiniz müəllim, əgər have deyiriksə, sual inkar do, does ilə düzələcək. Have got deyiriksə, sualı inkarı özü ilə düzələcək. Bir də keçən dərs keçdiyimiz many, a few, çox, biraz, az, much, little, a little. Çox, a little, biraz, little, az. Bunların fərqi nə idi? Əgər isim sayılırdısa və biz o ismi həmişə cəmdə verməliyik. Many ilə, a few ilə işlədiriksə. İngilis əgər bir şey birdən çoxdursa, onu mütləq cəmləyir. Məsələn, many books, çoxlu kitablar. A few books, biraz kitablar. Few books, az kitab. İsmi mütləq cəmləyir. Much isə sayılmayan isimlərlə işlənilir. Məsələn, ərzaqları saymırdıq. Sonra
Sulu olan şeyləri saymırdıq. Metallar, materiallar sayılmayan isimlər idi. İdman adları, oyun adları sayılmayan isimlər idi. Deməli, much, little, a little ilə biz sayılmayan isimlər işlədirik. Məsəl üçün, much tea, özü də isim sayılmırsa cəmlənməz. Much tea, çoxlu çay. A little tea, biraz çay. Little tea, az çay. Sonra some, a lot of, bir də plenty of. Some biraz deməkdir, a lot of çox deməkdir, plenty of da yenə çox deməkdir. Bəs bunların fərqi nədir? Həm sayılan, həm də sayılmayan isimlərlə işlənir. Əgər sayılan isimlərlə işlənsə biz ismi verəcəyik cəmdə. Sayılmayan isimlərlə işlənsə adı üstə sayılmır, bu isim cəmlənməz. İsim olacaq təkdə. Məsələn, nümunələrə baxaq. Some bread dedik, ərzaqlar sayılmır. Some bread, amma some friends, dostlar sayılır. Görsünüz? Bread'i cəmləmədim, friends'i cəmlədim. A lot of sugar, ərzaqdır da, qənd sayılmır. Bir də a lot of lessons, dərs sayılır, cəmlənir. Plenty of gold, çoxlu qızıl sayılmır. Plenty of books, çoxlu kitablar sayılır. Deməli, sayılmayan isimlər işlənsə təkdə, sayılan isimlər işlənsə cəmdə olacaq.